Ekranlarınızda hazırda bütün dünyada müzakirə olunan möhtəşəm Çin layihəsini görürsünüz. Bu insanlıq tarixində ən nəhəng tikili sayılan 3 dərəbənd adlanır. Ən heyrətləndirici məqam isə odur ki, bu bənd sayəsində planetimiz 0,6 mikrosaniyə daha yavaş fırlanmağa başlayıb. Yəni bu tarixdə yer kürəsinə birbaşa təsir edən ilk insan əli ilə yaradılmış obyekt sayılır. Bəs bu necə mümkündür? Məsələ ondadır ki, bu bənd o qədər çox su saxlayır ki, nəticədə yer kürəsində kütlənin paylanması dəyişib. Bu bənd insanlıq tarixində tikilmiş ən nəhəng quruluşdur. Onun hündürlüyü 185 metr, çəkisi isə rekord göstərici olan 66 milyon ton təşkil eləyir. Məsələn, bu kadrlarda nəhəng tanker gəmiləri bəndin üzərindən xüsusi lift sistemləri ilə hərəkət eləyir. İnfografika isə bəndin inşasından sonra Yansızı çayının necə dəyişdiyini göstərir. Alimlər hələ də bu bəndin gələcəkdə yerə necə təsir göstərəcəyini dəqiq proqnozlaşdıra bilmirlər, amma bir şeyi əminliklə demək olar. Çin mühəndisləri yenidən bütün dünyanı təəccübləndirməyi bacardılar.